Bu foto 20-ci əsrin ən müəmmalı yoxa çıxma hekayələrindən birini yaddaşlarda yaşadır. Kadrda gənc bir tədqiqatçı, Amerikanın nüfuzlu Rockefeller ailəsinin varisi kamera obyektivini səliqə ilə yoxlayır. Onun ətrafında isə Yeni Qvineyanın uzaq dağlıq bölgəsində yaşayan Dani tayfasının üzvləri dayanıb. Kadr sadə görünür, lakin arxasında dramatik bir taleyin izləri gizlənir. 1961-ci ildə Michael Rockefeller antropoloji araşdırmalar aparmaq üçün bu bölgəyə yollanmışdı. Onun məqsədi dünya sivilizasiyasından təcrid olunmuş tayfaların mədəniyyətini öyrənmək və topladığı artefaktları muzeylər üçün sənədləşdirmək idi. Lakin noyabr ayında baş verən hadisə hər şeyi dəyişdi. Rockefeller qayıq qəzasından sonra sahilə doğru üzərək yoxa çıxdı və bir daha geri dönmədi. Rəsmi versiya boğulma ehtimalı heç vaxt tam təsdiqlənmədi. Yerli rəvayətlər və bəzi ekspedisiya materialları isə daha qaranlıq ehtimala işarə edir. Onun düşmən tayfanın əlinə keçdiyi və kannibalizm adətləri çərçivəsində öldürüldüyü iddia olunur. Bu versiya illərdir araşdırılsa da qəti sübut olunmayıb. Bu foto isə sanki yoxa çıxmadan əvvəlki son sakit anı əbədiləşdirir. Gənc tədqiqatçının diqqətini çəkən kamera, ətrafındakı maraqlı baxışlar və havadakı qəribə sakitlik hər şeyi olduğundan daha da mistik göstərir. Bəzən bir foto bütün cavabları vermir, amma doğru sualları yaratmağı bacarır. Michael Rockefellerin taleyi də hələ də cavabsız qalan o suallardan biridir.